Yoxdur. Ərəb dili bilmədən adam Quran təfsir edir. Təfsir yazır, deyir filan şey belə Quranda gəlməyib, filan şey filan olmayıb. Yəni çox qəribə bir məsələdir ki, yəni din belə olub ki, da məsələn yoldan keçsən Allahın nəzərini deyir, məncə bu düz şey deyil, bu qaldı keçmişə aiddir filan. Yenə deyirəm bu təfsir də olar, izah da olar, qaydası, qanunu çərçivəsində. Hər bir elmin bir qaydası, qanunu var. Bura gəlib çatanda hamı sahib nəzər olmalıdır. Amma başqa sahələrdə yox. Gərək insan bir istinad eləsin bir mənbəyə. Bir şeye istinad eləsin. Sonra baxırsan, görürsən o qaydaları öyrənəndə görürsən ki, yox. Allahın sözünə itayətdə gərək əvvəl Quran özü buyurur ki, önə keçməyin. Səmimi qəlbdən zahirinizi də təslim elətdirin. Ondan sonra da düşünün. Düşünsünüzdə kifayət qədər material var o barədə düşünmək üçün. La tuqaddimu beynə yədəyillah və rəsulih. Allah və Peyğəmbərdən önə keçməyin. Bir iş görəndə görün hələ Allah nə deyir? Allahın sözü nədir? Allahın sözünü bilin və onu qəbul edin. Allahın sözünü bilmədən özünüz nəzər deməyin. Hansı formada itayət? Mən sizə bunu